Noyabrın 19-u Marniyolu Mədəniyyət evində İmam Hüseyn əleyhissalamın və Kərbəla şəhidlərinin ərbəyin mərasimi keçirilib. Mərasimdən öncə Marniyolu Mədəniyyət evinin foyesində Kərbəla hadisələrini təsvir edən rəsmlər sərgilənib. Daha sonra isə Mədəniyyət evinin akt zalında baş tutan məclisdə ilk öncə hər kəsə təsliyyət ərz edən Kərbəlayı Elçin Daşdanzadə sözü müqəddəs Qur'an-ı Kərimin tilavəti üçün Məşədi Fuad İsayevə verib. ارجعي إلى ربك راضية مرضية فادخلي في عبادي. Tədbirin davamında İran İslam Respublikasından təşrif buyurmuş Mərənd şəhərinin möhtərəm İmam Cüməsi Məhəmməd Xədiri çıxış edərək ərbəyin ziyarətinin fəzilətindən danışıb. O buyurub ki, müminin 5 əlamətindən biri də İmam Hüseyn əleyhissalamı ziyarət etməkdir. İmam Hüseyn əleyhissalamı hər kəs öz yaşadığı yerdən ziyarət edə bilər deyə qeyd edib. Bismillahirrahmanirrahim. Təsliyyət ərz edirəm ərbəyin İmam Hüseyn əleyhissalamı bütün təziyyətçi və əzadar Seyyid-i Şühəda əleyhissalamə bu şəhridə, bu keşvərdə basəfa və əziz şiələrə əlhəmdülillah İmam Hüseynin bu gün burada yaxşı təziyyəsi bərquzar oldu ərbəyinə görə. Həm ağalar, həm xanımlar yaxşı huzurları var idi, cələsə-cələsəyi ba mənəviyyət idi. Ba mərifət və ehtiramlı və əzəmətli bir cələsə idi ki, mən burada lazım bilirəm təşəkkür eləyəm hamı bacılardan, hamı qardaşlardan, bütün bura gələnlərdən və burada huzur tapanlardan. Umidvarəm ki, İmam Hüseynin o basəfa zairləri ki, əlan Kərbəla yolundadırlar, Allah onları səhih-u salim saxlasın və inşallah ziyarət-i ərbəin İmam Hüseyn əleyhissalamı bütün şiəyan Seyyid-i Şühəda əleyhissalatu vəssalamə inşallah nəsib o ruzi eləsin. Daha sonra məclisin davamında İran İslam Respublikasının Zəncən şəhərindən təşrif gətirmiş, tanınmış Əhl-i Beyt məddahı Əli Kərimi İmam Hüseyn əleyhissalamın şəninə rövzə və mərsiyələr səsləndirib. Esselamu aleykə ya Əba Abdillah və ələl ərvahilləti həllət. Qeyd edək ki, mərasim Gürcüstan Əhl-i Beyt Cəmiyyəti və həmin cəmiyyətin nəzdində fəaliyyət göstərən Əhl-i Beyt Aşiqləri Forumu, eləcə də Zeynəb Qadınlar Birliyinin birgə təşkilatçılığı ilə keçirilib. Məclis sonda fərəz duasının oxunması ilə başa çatıb. Azər Məmmədov, Mirağa Hüseynov, İslam Media TV.